Xoş gördük. ASTV İqtisadiyyat efirdədir. Studiyada Namiq Əliyevdir. Dünya Bankı Azərbaycanda yaxın 2 il üçün iqtisadi artım proqnozunu yüksəldi. Bankın Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatına əsasən ÜDM-in bu il 2%, 2027-ci ildə isə 1,8% olacağı gözlənilir. Yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,2 və 0,1% bəndə artırılıb. Proqnozlara görə 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4%-ə çatacaq. Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft qaz sektoru üzrə ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri də 25,1% artaraq 281 milyon dollar olub. Bildirilib ki, hesabat dövründə ixrac dəyəri şəkərdə 4,5, pambıq ipliğində 2 dəfə, bitki heyvan mənşəli piylər və yağlarda 68,4, pambıq lifində 43,5, meyvə tərəvəzdə 22, alüminium və ondan hazırlanan məmulatlarda 20,4, çayda isə 15,1% olub. Artım spirtli və spirtsiz içkilərdə 4,3% təşkil edib. Davam edirik. Gömrük sahəsində malların iki pilləli buraxılış mexanizminin tətbiqinə hazırlıq görülür. Bunun üçün biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi üçün yeni normativ hüquqi sənədlərin hazırlanması planlaşdırılır. Bu zaman saxlama məsafəsinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ çatdırılmasının təmin edilməsi əsas götürülür. ASTV İqtisadiyyata baxırsınız. Azərbaycanla Qazaxıstan arasında Transxəzər fiber optik kabel xəttinin istismara verilməsi bu ilin 3-cü rübünə planlaşdırılır. Bunu Qazaxıstan Baş Nazirinin müavini, Süni İntellekt və Rəqəmsal İnkişaf Naziri Raslan Madiyev bildirib. Qeyd edək ki, kabel xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazisindən keçərək dəhliz rəqəmsal İpək yolu layihəsinin önəmli hissəsidir. Bu infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək. Çinin Hubei əyalətinin Uhan şəhərindən yola düşən yük qatarı bir neçə günə Bakıya çatacaq. Söhbət Çindən orta dəhliz vasitəsilə Avropaya açılan yeni yük qatarlarından gedir. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin rəsmisi ASTV-yə müsahibəsində məlumat verib. Çindən Avropaya birbaşa yeni xəttin açılması orta dəhlizdə Azərbaycanın rolunu hansı səviyyəyə gətirəcək və 18 günə çatacaq bu yük qatarının vaxtında çatması üçün Azərbaycan tərəfi hansı infrastruktur layihələri? Bildiyiniz kimi orta dəhlizin inkişafı perspektivi nöqteyi nəzərindən baxdıqda Çin mənşəli yüklər əsas rol oynayır. Qlobal ticarət zəncirinin formalaşması nöqteyi nəzərindən orta dəhlizin vacibliyi mütəmadi olaraq gündəmdə olan bir mövzudur və biz hal-hazırda Çinin müxtəlif bölgələrindən sistemli şəkildə yüklərin blok qatar formasında Azərbaycan üzərindən idxal və tranzit rejimində daşınması müşahidə edirik. Əsas məqam ondan ibarətdir ki, orta dəhlizin vacibliyi yalnız qlobal ticarət zəncirinin formalaşması ilə bərabər, daha doğrusu dünyada baş verən geosiyasi proseslərdən də ibarətdir və buna misal olaraq son illərdə Azərbaycan Dəmir Yolu tərəfindən, Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən beynəlxalq müstəvidə aparılan təşviqat işlərini qeyd etmək olar. Azərbaycan Respublikasının uzun müddət ərzində infrastruktur layihələrinin icrasını misal gətirərək orta dəhlizin vacibliyini, orta dəhlizin beynəlxalq ticarət zəncirinin formalaşmasında oynadığı rolun artmasının
səbəbi kimi biz qeyd edə bilərik. Əsasən bu qatarlar vasitəsilə hansı yüklərin daşınması nəzərdə tutulur və rəqəmsallaşma baxımından hansı vəziyyətdədir hal-hazırda bizim infrastruktur? Çox sağ olun sualınıza görə. Ümumiyyətlə Çin mənşəli yüklərin orta dəhliz üzrə daşınmasından danışarkən biz konteynerləşdirilmiş yüklərdən danışırıq. Konteynerləşdirilmiş yüklərin tərkibi məişət texnikası, elektron avadanlıqlar, avtomobillər, müxtəlif sənaye yük növlərinin daşınmasından ibarətdir ki, biz bunları konteynerləşmiş formada daşınmasını təmin edirik. Bunu biz nail olmaq üçün Azərbaycan Dəmir Yolu tərəfindən dəhliz iştirakçıları ilə bərabər müxtəlif layihələr icra olunub. Bu layihələrin əsas bir neçəsini misal olaraq göstərə bilərəm. Birinci ən vacib layihələrimizdən biri rəqəmsallaşma layihəsidir. Hansı ki, yük sahiblərinə, yük göndərən platforma, belə deyək, idarəedici şirkətlərə yükün harda olmasını göstərir və kifayət qədər açıq formada məlumat verir. Bunun üçün Azərbaycan Dəmir Yolu tərəfindən cargo tracking sistemi bugünkü gündə tətbiq olunub. Hansı ki, yük sahiblərinə dediyim kimi konteynerlərin yerləşməsi haqqında məlumat verir. Bu cargo tracking sistemi yalnız Azərbaycan deyil, hal-hazırda Qazaxıstan tərəfdaşlarımızla da məlumat mübadiləsi əsasında tərtib olunub və bu məlumatlar yük sahiblərinə açıq formada təqdim olunur. ABŞ və İran arasında 2 həftəlik atəşkəs razılaşması xəbəri fonunda qlobal birjalarda ucuzlaşan dollar dünən günün sonunda öz mövqeyini bir qədər bərpa edərək əsas valyutalar qarşısında yenidən bahalaşıb. Belə ki, avro-dollar valyuta cütlüyündə 1 avro 1 dollar 72 sent səviyyəsinə də yüksəldikdən sonra 1 dollar 64 sent səviyyəsinə geriləyib. Böyük Britaniya funt sterlingi də dollar qarşısında eniş sərgiləyib. ABŞ və İran arasında 2 həftəlik atəşkəs razılaşması xəbəri fonunda qlobal birjalarda ucuzlaşan dollar dünən günün sonunda öz mövqeyini bir qədər də bərpa edərək əsas valyutalar qarşısında yenidən bahalaşdı. Belə ki, avro-dollar valyuta cütlüyündə 1 avro 1 dollar 72 sent səviyyəsinədək yüksəldikdən sonra 1 dollar 64 sent səviyyəsinə gerilədi. Böyük Britaniya funt sterlingi də dollar qarşısında eniş sərgiləyib. Atəşkəs davam edərsə, əlbəttə ki, neftin, enerji qiymətlərində tədricən azalmalar baş verəcək, aşağı enmələr baş verəcək, qızıl və digər əmtəələrin qiymətlərində artımlar baş verəcək, çünki onların da ehtiyatlarında istifadə olunmalar var, onlar da bərpa olunacaq. Amma silah sənayesi ümumiyyətlə nəzərə alaq ki, yaxın bir neçə illər ərzində əlbəttə ki, favorit sahələrdən biri olacaq və o cümlədən yeni neft, qaz sahələri, neft emalı özü genişlənəcək. Xatırladaq ki, hərbi əməliyyatların intensiv olduğu dövrlərdə Asiya bazarlarında səhmlər ucuzlaşdı, Körfəz ölkələrində əmlak qiymətlərində eniş müşahidə olundu. Lakin görünən odur ki, bunlar dünya birjaları və maliyyə bazarlarına ciddi təsir etməyib. Xüsusilə ərzaq, gübrə, neft və silah sənayesində azalmaların olma ehtimalı çox aşağıdır və əksinə. Bu şirkətlər gələcəkdə qiymət artımlarından və yaxud da onlara ediləcək sifarişlərin çoxluğu səbəbindən daha yüksək məbləğdə vəsait qazanacaqlar, gəlirləri artacaq, dövriyyələr artacaq. Bu isə nəticə etibarilə səhmlərin qiymətinə təsir göstərəcək. Səhmlərin qiymətləri isə maliyyə bazarlarında əlbəttə ki, bazarların artması, birja indekslərinin artması və müsbət əhval-ruhiyyənin formalaşmasına səbəb olacaq. Çərşənbə günü dərc olunan Federal Ehtiyatlar Sisteminin mart iclasının protokolunda isə məlum olur ki, tənzimləyici qurumun rəhbərləri yaxın şərq münaqişəsi fonunda artan qeyri-müəyyənlik şəraitində pul kredit siyasətinin gələcək istiqamətləri ilə bağlı kəskin fərqli ssenarilər müzakirə edirlər. Bu ssenarilər arasında faiz dərəcəsinin artırılması ehtimalı da yer alıb. Lakin ümumən vəziyyət atəşkəsin nə qədər uzun ömürlü olmasından asılı olaraq qalır. Əli Rızayev, Kamran İsayev, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunur, əziz tamaşaçılar. ABŞ indeksləri günü güclü artımla başa vurub. Gəlin monitora nəzər salaq.
Bəli, monitordan da göründüyü kimi S&P 500, Dow Jones Sənaye İndeksi və Nasdaq 100-də artım qeydə alınıb. S&P 500 2,51% artımla 6783 bəndində qərarlaşıb. Dow Jones isə 47910 bənddə qərarlaşıb 2,51% artım. Nasdaq 100 2,80% artımla 22635 bənddə qərarlaşıb. Əksinə Avropa indeksləri və Yaponiya indeksində biz emmə görürük. Monitordan da göründüyü kimi qırmızı diapazonda qərarlaşma var. DAX indeksi Almaniyanın indeksidir və DAX indeksi Almaniya iqtisadiyyatını əks etdirir və 0,85% emmə ilə 23830 bəndində qərarlaşıb. FTSE 100 Böyük Britaniyanın indeksi, Böyük Britaniyanın indeksində də 0,30% emmə var. 10584 bənddə qərarlaşma. Nikkei 225 Yaponiya indeksi, Asiya indeksidir və burada da biz 0,53% emmə görürük. 56010 səviyyəsində, bəndində qərarlaşma var. Ümumiyyətlə qeyd edim ki, artım Amerika Birləşmiş Ştatlarında texnologiya səhmlərinə güclü tələblə bağlıdır. Digər regionlarda isə, məsələn Avropa və Asiyada investorlar daha ehtiyatlı mövqe tuturlar hələ ki. Bəli, texnologiya şirkətlərinin səhmlərində əsasən artım müşahidə olunub bugün. Apple səhmləri məsələn 1,15% artıb. Görürük ki, Tesla'da biz azalma var. Tesla'da satış təzyiqi ilə bağlı ola bilər bu azalma və qeyd etdiyim kimi burada da azalmanı biz görürük 0,98% və Tesla səhmləri $343.25 ticarət günlüyü yekunlaşdırıb. Amazon elektron ticarət səhmidir, şirkətidir və burada biz görürük ki 3,50% artım var. $221.25 Amazonun səhmləri ticarət olunub. Microsoftda da artım var 0,55% və süni intellekt nəhəngi Nvidia-da biz yenə də 0,55% artım görürük. $182.08 səhmlər ticarət günlüyü yekunlaşdırıb. Ümumiyyətlə artım texnologiya sektoruna marağın güclənməsi ilə bağlıdır. Tesla'da isə qeyd etdiyim kimi satış təzyiqi üstünlük təşkil edir və buna görə də Tesla'nın səhmlərində emmə müşahidə olunub bugün. Bəs kriptovalyuta bazarında nə baş verir? Onu qeyd edim ki, kriptovalyuta bazarında eniş müşahidə olunur. Bitcoin 0,15% azalıb, monitordan da görürük və Bitcoin $71.377 ticarət gününə yekun vurub. Ethereum'un qiymətində də 2,26% azalma var. $50.65 azalma ilə ticarət günü $2194 yekunlaşıb. Binance Coin'da 1,65% azalma, təxminən $10.10 azalma və biz görürük ki, Binance Coin'da ticarət gününə $602 yekun vurub. Ümumiyyətlə, bazar iştirakçılarının mənfəət götürməsi və risk iştahının zəifləməsi kriptovalyuta bazarına da səbəb olub və bununla da enişlər yaranıb. Əmtəə bazarlarında isə bugün qarışıq dinamika müşahidə olunur. Gəlin monitora nəzər yetirək. Brent markalı neftin qiymətində biz görürük ki, $3.67 artım qeydə alınıb və Brent markalı neft $98.45 ticarət olunub. WTI markalı neftin qiymətində 5,3% artım, $4.74 artımla WTI $99.09 ticarət olunub. Azerlight Azərbaycan neftinin qiymətində emmə var. Görürük ki, neftimiz ucuzlaşıb və 14,39% geriləmə və Azerlight $120.44 alıcılara təklif olunub. Təbii qazın qiymətində artım var. 0,37%. Qızıl və gümüş də ucuzlaşıb. Qızıl 0,31% ucuzlaşaraq $4,764 təklif olunub alıcılara. Gümüş isə 1,64% geriləyib və $74.135 səviyyəsində qərarlaşıb. Neft qiymətlərində artım təklif riskləri ilə bağlıdır. Qiymətli metallarda isə dolların möhkəmlənməsi təzyiqlər yaradır və buna görə də qiymətlərin volatilliyi baş verir. Dünya bazarlarında neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsiri olan Amerika Birləşmiş Ştatlarında kommersiya neft ehtiyatları barədə məlumatlar açıqlanıb. Energetika İnformasiyası Administrasiyasının hesabatına görə ölkənin neft ehtiyatları 3,81 milyon barel
artaraq 464 milyon 717 min barel təşkil edib. Bundan öncə analitiklər Amerika Birləşmiş Ştatlarının kommersiya neft ehtiyatlarının 1 milyard barel azalacağını proqnozlaşdırırdılar. Hörmüz boğazının gəmi naviqasiyası üçün açılması Asiya sektorunda da sevinclə qarşılanıb. Aviasiya sektorunda bəli, lakin boğazda hərəkətin bərpası yaxın günlərdə hər şeyin qaydasına düşəcəyi anlamına gəlmir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası hesab edir ki, vəziyyətin tam normallaşması hələ uzun çəkəcək. Daha ətraflı sıradakı sujetdə. Hörmüz boğazının açılması aviasiya sektorundakı yanacaq böhranını dərhal həll etməyəcək. Təchizatın normal vəziyyətə gəlməsi üçün bir neçə ay tələb olunur. Bu müddətdə biletlərin qiymətinin artması labüddür. Boğazın açılması ilə xam neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyada istehlak olunan neftin 20%-i bu su yolu ilə daşınır. Bununla belə aviaşirkətlərin ucuzlaşmanı hiss etməsinə zaman lazımdır. Yaxın Şərq hazır məhsul təchizatında zəruri halqadır. Burada neft emalı prosesinin pozulmasını da nəzərə alsaq, təchizatın lazımi səviyyəyə çatması üçün aylar tələb olunur. Atəşkəs elan edildikdən sonra xam neft ucuzlaşıb, amma arzu olunan həddə çatmağa vaxt lazımdır. Bunun yaxın həftələrdə baş verəcəyini düşünmürəm. Assosiasiya rəhbərinin fikrincə aviasiya sektoru bahalı kerosinlə də rentabelli işləyə bilər. Lakin adaptasiya üçün vaxt tələb olunur. ABŞ İran-İsrail qarşıdurmasından ən çox yaxın şərq regionunun aviadaşıyıcıları zərər görüb. Səbəb onların əsasən uzaq reyslərə yönəlməsidir. Vüqar Ələsgərov, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Bəli, sujetdən də göründüyü kimi atəşkəs xəbəri dərhal bilet kassalarına təsir etmir. Çünki boğaz açılsa da texniki bərpa vaxt aparır. Əslində bu vəziyyət neft bazarlarının yeni və mürəkkəb simasını göstərir. Artıq neft sadəcə bir xam mal deyil, əziz tamaşaçılar. O, valyuta və səhm indeksləri ilə sinxron hərəkət edən nəhəng bir maliyyə alətidir. Süni intellekt algoritmlərinin idarə etdiyi bu səsküylü bazarda anlıq xəbər eyfariyasına qapılmaq çox asandır. Odur ki, investorlar üçün bugünün əsas reallığı budur. Qalıcı trendləri saniyəlik dalğalanmalardan ayıra bilmək. Və salam, bugünlük bu qədər. İqtisadiyyat xəbərlərindən bu qədər. Sağ olun, salamat qalın.